Gəncədə 3-cü MDB oyunlarına dəstək məqsədi ilə Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncənin Şahmat Ulduzları adlanan yoldaşlıq maçı təşkil edilib. Heydər Əliyev Park kompleksində reallaşan tədbirdə çıxış edən Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıblar. Yoldaşlıq oyununda şahmatçılar hər komandada 2 nəfər təmsil olunmaqla duet şəklində mübarizə aparıblar. İki partiyadan ibarət yarışda Ülviyə Fətəliyeva, Qədir Hüseynov dueti İlahə Qədimova, Vüqar Rəsulov cütlüyünə bir xal yarım xal hesabı ilə qalib gəlib. Yoldaşlıq maçından sonra şahmat ulduzları, eləcə də qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvləri Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçiblər. Fərid Qayıbov, eləcə də Mahir Məmmədov yoldaşlıq maçı ilə bağlı fikirlərini bölüşüblər. İlk dəfə keçirilir belə bir tədbir, ümumiyyətlə Azərbaycanda ilk dəfə keçirilir və bu tədbiri qərar almışıq Gəncə şəhərində keçirək. Mən MDB oyunlarının açılışı öncəsində bilirsiniz ki, artıq bazar günü MDB oyunlarının açılışıdır və Gəncə ümumiyyətlə MDB ölkələrinin idman paytaxtıdır bu il üçün və burada əsas oyunlar açılış keçiriləcək və bir neçə idman növləri üzrə oyunlar keçiriləcək. Gəncə şəhərinin ev sahibliyi ilə və MDB oyunları ərəfəsində bir şou xarakterli daşıyan bir oyundur. Buna şahmat aləmində hand and brain, əl və beyin oyunu deyirlər. 4 şahmatçı 2 yerə bölünüb bir taxtada qarşı oynayırlar. Və bu yenə dediyim kimi bir şou və hərdən bir məzəli bir xarakter daşıyır və bugün biz bunun şahidi oluruq. Xatırladaq ki, 3-cü MDB oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək. Yarışlar Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.